Dostlar salam, hər vaxtınız xeyir olsun. Biz bugün sizinlə DİM 2000 test topudan informatika suallarının sahına başlayırıq. Və birinci mövzu informatika və onun əsas anlayışları 1-23 aralığı. 23-də daxil olmaqla bu hissələrə nəzər yetirəcəyik. Birinci başlayırıq birinci sualda. İnformatika termini hansı sözlər əsasında yaranır? Bilirik ki, informatika termini informasiya və avtomatika sözlərinin kombinasiyasına yaranıb və informasiyanın avtomatlaşdırılması haqqında olan bir tətbiqi elm sahəsidir. Ona görə B də olacaq düzgün variant B. Fərdi kompüterlərin aparat təminatı. Biz bilirik ki, informatikanın üç hissəsi var. Hardware, software və brainware. Hardware aparat təminatı, yəni qurğulardan bəhs eləyir. Software proqram təminatı, brainware isə alqoritmik təminat. Üçüncü sualda aşağıdakı əlaqələrdən hansı düzgündür? Biz burada qayıdırıq. Deməli, Word üzərində bu məsələni bir daha nəzərdən keçirək. Sonra həmin hissədə düzgün cavabı axtaraq. Bilirik ki, informasiyanın ölçü vahidləri bit, byte, kilobayt, megabayt, gigabayt, terabayt bu formada davam edir və bizə həmin sualda terabaytdan ibarət bir ardıcılıq istədiyinə görə baytdan bitə bizdə 2/3 var, yəni bir baytımız 2/3 bitdir. Qalan bütün digər məqamlarda isə 2/10 fərq var bizdə. Yəni 2/10, bundan buna 2/10. 1 kilobaytımız 2/10 baytdır. 1 megabaytımız 210 kilobaytdır. 1 gigabaytımız 210 megabaytdır. 1 terabaytımız 210 gigabaytdır. Eyni zamanda 220 megabayt informasiya və onun sanlaşlar rekordumuzu bunların hamısına geniş nəzər yetirdik. Bizdə də burada terabaytdan megabayta, gigabaytdan kilobayta, kilobaytdan bayta bu kimi keçidlər istəyir. Terabaytdan megabayta 220-dir. Gigabaytdan kilobayta 10, bu da 20, yenə 220 kilobaytdır. Eyni zamanda kilobaytdan bayta qeyd elədiyimiz kimi 210-dur bu formada və megabaytdan kilobayta da yenə 210-dur. İndi gəlirik sualımıza və burada biz 1 terabayt 220 bayt, 1 gigabayt 220 kilobayt, 1 kilobayt 210 bayt və 1 megabayt 210 kilobayt. Düzgün cavab olacaq bizdə C variantı. ASCII kodları vasitəsilə neçə müxtəlif simvol kodlaşdırmaq olar? Biz bilirik ki, ASCII 256 simvolu özündə əks etdirir. Unicode isə 65536. İnformasiya həcmi 236 bit olan məlumat neçə gigabayt informasiyanı özündə saxlayır. Biz birinci 1 gigabaytın neçə bit olduğunu tapmalıyıq. 210 megabayt, 220 kilobayt, 230 bayt, 233 bit. Deməli, bizim 1 gigabaytımız 233 bitə bərabər olacaq. Orada da bizdən 236 bitin neçə gigabayt olduğu soruşulurdu. Kiçikdən böyük keçirib böləcəyik. Yəni biz 236-nı 233-ə böləcəyik. Cavab eləyəcək 203, yəni 8 gigabayt. Gedək sualı tapaq. Cavabımız olacaq bizdə 8. Unicode kodlaşdırma standartına əsasən hər simvol üçün nə qədər yaddaş ayrılır? ASCII-də bir simvol, Unicode'da isə hər simvol 2 baytla dəyərləndirilir. Ümumi 10 megabayt həcmli informasiyamız var. Ondan birinci 3.5 megabayt silindi. Daha sonra isə 2560 kilobayt. Bunu da çevirək megabayta, yəni 1024-ə bölək. Bu da eləyəcək 2.5. Bunların ondan birinci 3.5-i sonra 2.5-i çıxacaq. Deməli, cavab olacaq avtomatik bizdə 4. Sinirlikdən sonra deyir. Sonra 24576 bayt üstə gəl 3772 kilobayt üstə gəl 252 kilobayt cəminin nəticəsi neçə kilobayt olar? Bizdən kilobayt istədiyinə görə 24576 baytı kilobayta çevirməliyik. Kilobaytı çevirəndə avtomatik 1024-ə bölünür. Cavab edir 24. Üstə gəl 3772 onsuz da kilobaytla verilir. 252 isə onsuz da kilobaytla verilir. Bunları bilib toplayacaq. Cavab eləyəcək 4048 kilobayt. Alqoritmik raster təsvir 768 baytdır bu şəklin həcmi. Təsvir neçə pikseldən ibarətdir? 768 bayt bu təsvirin ümumi yaddaşda tutduğu həcmidir. Mən həmişə demişəm ki, təsvir məsələləri bitməlidir. Yəni biz birinci 768 baytı bitə çevirməliyik. Bitə çevirsək avtomatik olaraq 8-ə vurmalıyıq. Çünki bir baytımız bizdə 8 bitdir. Ağ-qara təsvirdə hər simvolumuz, yəni hər belə deyim, pikselimiz bir bit olduğuna görə, çünki ağ-qara iki rəngdir, 2 üstü 1-ə bərabərdir. Deməli, hər təsvirimiz bir bitdir. Yəni 768 vurulsun 8 hasili bizdə piksellərin sayını təsvir eləyəcək.
2 megabayt üstəgəl 5 kilobayt. Deməli, 1 megabaytımız bizdə 1024-dür. 2 megabaytımız olacaq 2048. Üstə də 5 gələcək. Eləyəcək 2053. Sadə bir saat. Növbəti davam edək. Deməli, 2 megabayt üstəgəl 952 kilobayt üstəgəl 2048 bayt. Nəticə neçə kilobaytdır? Kilobayt istədiyinə görə avtomatik baytdan kilobayta keçəndə 1024-də böləcək. Böləcək 2. 2 megabaytı da yenə 1024-ə vuracaq. Çünki 1 megabaytımız 1024 kilobaytı böləcək 2048. Deməli, mən 2048 üstəgəl 952 üstəgəl 2. Bu nəticəni tapacağım. 2048 952 3000, o da 3002. Sonra hər birinin tutumu 10 kilobayt olan 3 faylın informasiya həcmi neçə baytdır? Yenə hər biri 10 kilobayt olan, burada əslində 10 kilobaytı 3-ə vurub 30 kilobaytı da bayta çevirə bilərsiniz. 10 kilobaytı bayta çevirmək üçün 1024-ə vurub oradan da 3-ə vura bilərsiniz. Deməli, 10 kilobaytı 1024-ə vursaq eləyəcək 10240. Bu yolla gedək. Bunu da 3-ə vursaq 30720. İkisində də eyni cavab alacaqsınız. Və yaxud da ki, onu 3-ə vurdunuz 30, 30-u 24-ə vurdunuz 30720 cavabını yenə almış olacaqsınız. Ümumi tutumu 10 kilobayt olan fayllar qrupunda 320 bayt tutumlu fayl silinir. Baxın, bu kilobaytdır, bu baytdır, kiçiyə gətirmək lazımdır. Deməli, siz 10 kilobaytı bayta çevirsəniz, 1024-ə vuracaqsınız. Onu 1024-ə vurduq. Belədir, 10240. Çıxdıq bundan da 320-ni. Cavab elədir 9920. ASCII kodlaşdırma sistemində yığılmış 768 simvoldan ibarət olan informasiya həcmi neçə kilobaytdır? Bilirik ki, ASCII-də bizim bir simvolumuz 1 baytdır. 7168 simvolumuz var. Belə 7168 bayt olacaq. Bunu da biz kilobayta çevirsək 1024-ə böləcəyik. Cavab eləyəcək avtomatik bizdə 7. 5 kilobayt 80 bayt. 2 bayt yanaşı gəlibsə ortadakı həmişə toplamadır. 1 kilobayt 1024-dür. 5 kilobaytımız olacaq. 5 vurulsun 1024. Üstə gəl 80, üstə gəl 300. Cavab eləyəcək 5500. Sonra növbəti sualda 2 kilobayt 52 bayt, üstə gəl çıxılsın 1100 bayt, üstə gəl 192 bit. Deməli, 1 kilobaytımız bizdə 1024. 2 kilobaytımız olacaq 2 vurulsun 1024. 2 bayt yanaşı gəlibsə orada həmişə toplamadır. Çıxılsın 1100, üstə gəl. 192 biti də bayta çevirsəniz dostlar. 1 bayt 8 bitdir. 192 8-i böldünüz 24. O da eləyəcək cavab bizdə 1024. Sonra deməli, ilkin qrafik təsvir iki rəng çalarına malikdir. Qrafik təsvir çevrildikdən sonra informasiya həcmi 8 dəfə artdı. Tələbələrə həmişə deyirəm, rəng çaları görürsünüzsə özünə yox, üstünə vurursunuz. Rəng və rəng çaları görürsünüzsə üstünə vurursunuz. Rəng dərənliyi və rəng tərtibi deyilirsə özünə vurulur. 2 rəng çaları deyirsə dostlar, bizdə 2 üstü 1-ə bərabər. Deməli, mən 1 bitə vuracağım. 1 bitə vurulur. Piksellərin sayı 8 dəfə artdısa, avtomatik 8 bitə vurulur. Və 8 bitlə neçə simvol kodlaşdıra bilirəm, neçə rəngi. N bitlə 2 üstü N-dirsə, bizdə N yerine 8 dayanırsa, 2 üstü 8, yəni 256 rəng olacaq bizdə. Burada da, deməli, burada da 2 üstlərə gətirə bilərik biz bunları. Axır 2 vahidi də. Yenə də hamısını bitə çevirə bilərik əslində. Baxın, megabit. 1000 megabitdən bitə keçsək, 1 kilobit 210 bitdir, 1 megabit 220 bitdir, bu olacaq 1000 vurulsun 220. 128 megabayt, 128 207-dir, megabaytdan bitə keçsək də 223. Deməli, bu bizdə olacaq 207, o da 223, 230. Sonra növbəti 256, 208 vurulsun kilobaytdan bitə də 213. Bu da elədir bizdə 221. 2000 kilobit, baxın, ən kiçiyi avtomatikli olacaq. Çünki 1 kilobit bizdə olacaq 210 bit. Elə 210 bitə vurulur. Elə ən kiçiyi budur. Bu iki vahid arasında bunlardan hansının böyük olmasına bağlı bizdə problem yarana bilər. Bizim bunların içərisində ən rahat ikisinin də ortaq bildiyimiz megabayt ola bilər. Biz 1 milyon, daha doğrusu hətta daha çoxdur burada, milyondan daha çoxdur.
Bu qədər informasiyanı biz megabayta çevirsək, 1 megabaytdan bayta keçəndə 220-dir. 220-nin açılışı da 1.048.576-dır. Biz bunu bölsək, tam 953 megabayt alınacaq təxmini. Burada bizdə. 1 gigabaytımız isə 1024 megabayt olacaq. Baxın, çox yaxın ədədlərdir. Deməli, 5-6 ard-arda gələcək. 5-6-nın ard-arda gələcək artma sayısı budur. Kilobit ən kiçiyidir. Sonra gəlir bizdə 3, yəni 220. Sonra bu daha böyük olacaq. Sonra 230. Sonra da bunlar ardıcıl gələcək. Cavabımız olacaq A variantı. Sonra mətin fərdi kompüterin yaddaşına ASCII qollaşdırma sistemi vasitəsilə saniyədə 180 simvol sürət daxil edir. Bu tip suallarda ASCII-də bir simvolumuz 1 baytsa, buradakı simvolu silib yerinə avtomatik olaraq biz bayt yaza bilərik. Deməli, bizə deyir ki, bir saniyədə bu 180 bayt ötürür. Lazımdır ki, neçə saniyədə 22,5 kilobayt ötürər. Kilobaytdan bayta keçəndə bu avtomatik olaraq 1024-də vurulur. Deməli, siz 22,5-i vuracaqsınız 1024-də. Aldığınız mühasili böləcəksiniz 180-ə, cavab eləyəcək avtomatik. Sizdə 128. Sonra növbətim. Kitabın hər səhifəsi 16 sətr, hər sətrdə 128 simvol yerləşirsə, 32 kilobayt Unicode'da kodlaşdırılır. Qaydaq 4-də bu məsələləri bir daha izah gətirək. Deməli, biz demişdik ki, Unicode'da kitabın həcmi məsələləri var. Səhifə vurulur sətrə, vurulur simvola, vurulur 2 bayta. Çünki Unicode'da hər simvolumuz bizdə 2 baytdır. İndi həmin sualda bizə deyir ki, 32 kilobayt bunun ümumi həcmidir. Səhifə sayını bilmirik. Bu x-dir. Deməli, 16 sətrimiz var, 128 simvolumuz var və 2 bayt informasiya həcmimiz var. Deməli, mən də burada 32 kilobayt 210-a vuracağım ki, avtomatik olaraq belə deyim, kilobaytdan bayta çevireyim. X vurulsun, 16 2 üstü 4'dür, bu 2 üstü 7'dir, bu da 2 üstü 1'dir. 32 vurulsun 2 üstü 10. X vurulsun, deməli 2 üstü 12. Bundan bu getdi. Burada qaldı 2 üstü 2, yəni 4. 32 bərabərdir. X vurulsun 4. X'imiz də bərabər olacaq. 8'dir. Baxa görək. Deməli, burada cavabımız oldu. 8. Aha. Deməli, printerin çap sürəti 1 saniyədə 1 kilobaytdır. Yenə ASCII-də. Eyni bu məsələ ASCII üçün də belədir dostlar. Və ASCII bərabərdir. Yenə səhifə vurulsun sətr, vurulsun simvol, vurulsun 1 baytdır. Məndə səhifə də var idi, sətr də var idi, simvol da var idi. 48, 32 və 50 ardıcılıq belə idi, vurulsun 1 bayt. Bu oldu bizim ümumi həcmimiz. Hələ ki hesablamıram, çünki megabayt keçəndə bu bizə lazım olacaq, daha doğrusu kilobayta. Çünki deyir ki, printerin çap sürəti saniyədə 1 kilobaytdır. Yəni bu 1 saniyədə 1 kilobayt, yəni 1024 bayt informasiya çap edir. Bizə lazımdır ki, bu qədəri, yəni 48 vurulsun, 32 vurulsun, 50 baytı nə qədər saniyə çap edəcək? X saniyə. Burada da X'i tapanda biz bu fasili 48 vurulsun, 32 vurulsun, 50, bunu 210'a, yəni 1024'də bölməliyik. Burada da yəni parçalama aparacağıq. Deməli, nəyi necə yazmaq bizim üçün daha əlverişlidir. 48 yazaq 16 vurulsun 3 kimi, 32 zaten 2 üstü 5'dir. Bunu da yazaq 2 vurulsun 25 kimi. Burada da 2 üstü 10. Bunun yerinə 2 üstü 4 yaza bilərik. Bu 2 üstü 1 deməli bu getdi 2 üstü 10'dan. Cavab elədi 75. Bu sualın cavabı oldu bizdə 75. Aha. Sualı ama götürək. Çünki burada bizdə informasiya həcmi nisbətən böyüdür. Seviyən. Buradan davam edək. Sənəd Unicode kodlaşdırma sistemində verilmiş mətndən və qrafik informasiyadan ibarətdir. Mən düşünün ki, sizin bir dənə sənədiniz var, bu 2 hissədən ibarətdir. Bir mətin var, bir də qrafik informasiya var dostlar. Deməli, siz bu ikisini toplayanda ümumi sənədin həcmi eləyirəm. Mətni ayrı tapmalısınız, qrafiki ayrı tapmalısınız, onları da toplamalısınız. İndi gəlirik bura.
Ə, deməli, Unicode standartı 40 simvol var və 40 sətirdən ibarətdir. Birinci mətnin həcmini tapaq. 40 simvolumuz var, 40 sətirdən ibarətdir. Unicode-dadır, yəni hər simvolumuz 2 bayt. Cavab eləyəcək 1600, o da 3200 bayt. Bu oldu birinci hissə, yəni mətin. Keçdik qrafik hesablamağa. Deməli, qrafikdə isə bizdə nə var? Ağ-qara təsvir 320-160 pikseldən ibarətdir. Ağ-qara deyəndə piksellərin sayı bir bitə vurulur. Çünki ağ-qara iki rəngdir. Bayaq ki, misallarda izah eləmişdim. 2 küslü bir olduğuna görə 1-ə vurulur. Yazıram 320 vurulsun 160, vurulsun 1 bit. Bu baytlandır və cavabda bizdən bayt istəyir. Ona görə də baytdan bitə keçəndə də 8-ə bölürəm deyə avtomatik olaraq 8-ə böldüm. Bundan bu getdi. Cavab elədi 40, vurdum elədi 6400. Deməli, mənim mətn informasiyam 3200 baytdır. Şəkil informasiyam 6400 baytdır. Bu ikisini də toplasam cavabım eləyəcək 9600 bayt. Qaydıram suallar və yanına yazırım 9600. Və növbəti sual, hər bir simvolun Unicode kodlaşdırma sistemində yığıldığını nəzərə alaraq onun informasiya həcmini tapın. Aha, yenə deməli 512 simvol Unicode'da hər simvol 2 baytdır, bu eləyəcək 1024 bayt. Bir baytımızda 8 bitdirsə 8192 bit. Bu birinci. İkinci 1536 simvoldur. Hər simvol 2 baytdan eləyəcək 3072 bayt. 3072 bayt. Deməli, bunu da biz bitə çevirsək, avtomatik olaraq 8-ə vurulacaq. 24576 bit. Və 2048 simvol, hər simvol 2 baytdan 4096 bayt. Bunu da avtomatik 8-ə vursaq 32768 bit olacaq. Bunları da bir-bir uyğunlaşdırsaq, görərik ki, cavabımız D variantıdır. Burada saxlayırıq. Növbəti 24-dən sonra artıq hardverdir. Ona növbəti bir rekordun daxili izah eləyəcəm. 24-dən 46-ya qədər proses davam eləyəcək.